Salam kanal izləyiciləri, mən Günel müəllimə. Bugün sizlərlə yenə də olduğu kimi abituriyentlərimiz üçün belə bir din buraxılış imtahanı sualının izahı ilə qarşınızdayım. Amma izahı keçmədən əvvəl qısa bir xatırlatma edək ki, hansı ki 10-cu siniflərimiz üçündür bu xatırlatmamız. Fevral ayından etibarən mövzularımızı natural ədədlərdən sıfırdan başlayacağımız yeni bir qrup olacaq. Deməli, qrupda mövzular test toplusu ilə, güvən test toplusu ilə və əlavə olaraq onlayn şəkildə hazırladığımız sınavlarla aparılacaq. Dərslər üçün ətraflı məlumat əldə etmək istəyənlər ekranda görülən nömrə ilə əlaqə saxlaya bilər. Həmçinin 11-ci siniflərimiz üçün sürət qruplarında dərslərimiz davam edir. Keçid edək suala. Sualda gördüyünüz kimi yazıb 3 sinus kvadratı 5x 7 kosinus 5x 3-ə bərabərdir. Baxın, burada nə deyə bilərik biz? 3 sinus kvadratı 5x-in yerinə mən yazsam 1 minus kosinus kvadratı 5x, məncə hər bir abituriyentimiz bunu başa düşər. Çıxılsın 7 kosinus 5x, 3'ü də əks tərəfə keçirsək, minus 3 bərabər 0. Sadələşdirsəm, 3'ü mənfi kosinus kvadratı 5x-a vursam, mənfi 3 kosinus kvadratı 5x, minus 7 kosinus 5x. Baxın, bu müsbət 3, bu da mənfi 3. Bunlar artıq islah gedəcək vurub açanda, bərabər 0. Bəs nə edə bilərik? Hər tərəfini, belə deyək, mənfiyə vura bilərik. Kosinus kvadratı 5x, 3 təbii ki burada, 7 kosinus 5x bərabərdir 0. Və burada kosinus 5x-i mötərizə xaricinə çıxarıram. Kosinus 5x-i mötərizə xaricinə çıxardanda qalır 3 kosinus 5x üstə gəl 7 bərabər 0. Mötərizənin içərisində olan ifadənin cavabı 0 boş çoxluq olacaq. Niyə? Siz əgər bu tənliyi həll etsəniz, kosinus 5x mənfi 7 bölü 3 olmalıdır. Kosinus uşaqlar heç vaxt mənfi 7 bölü 3'ü almır dərslərdən bildiyiniz kimi. Burada nə qaldı çarəmiz? Kosinus 5x-i 0-a bərabərləşdirmək. Yaxşı, kosinus 5x bərabər 0 tənliyinin həlli nə olar? 5x bərabərdir. 1'i 0-a harda alır? Təbii ki 90 dərəcədə. Pi böl 2 üstə gəlinsin pi k. Hər tərəfində 5'ə bölsəniz pi böl 10 üstə gəl pi k böl 5 olacaq sualın cavabı. Amma sizə araşdırma verib, araşdırmanı necə eləyəcəksiniz onu şifahi edəcəm. Deməli, pi böl 10 uşaqlar. Pi böl 10 180'i ona böləndə 18 dərəcədir. Bu isə 36 vur k-dır. K-nın yerinə bir müsbət ədədlər verin. Çünki sizin aralıq müsbətdədir. K-nın yerinə 1 versəniz, bu eləyəcək 18 plus 36 54 düşəcək. K-nın yerinə 2 versəniz 72 plus 18 90. O da qəbul olunacaq bu aralığa. K-nın yerinə 3 versəniz 108